Axşamınız xeyir, cənab Ali Baş Komandanımız, bizim Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları və bizim birinci xanımız Mehriban Əliyeva və Azərqold Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov cənablarına müraciət edirəm. Sizdən artıq dərəcədə çox xahiş edirəm. Mənim qarşıma qoyulan stop götürülmədi. Mən çox xahiş edirəm. Bir belə bu məktubları yazmışam Azərqolda, Əhalinin Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kamran Əliyev qardaşa. Hamısına bir yazmışam. Heç bir nəticə vermədi. Xahiş edirəm artıq dərəcədən. Mən dolana bilmirəm. Mənim kommunal xərclərimi ödəyə bilmirəm. Evdə xəstə anam var. Onun iynəsini, dərmanını mən çatdıra bilmirəm. Kommunal xərclərimi ödəyə bilmirəm. Mən artıq o həddə çatmışam ki, dolanışıq yolum yoxdur. Mən xahiş edirəm sizdən artıq dərəcədə. Dəfələrlə xahiş eləmişəm, dəfələrlə məktub yazmışam. Mənim səsimə səs verən yoxdur. Heç bir aidiyyəti qurum mənim səsimə səs vermir. Mən o həddə çatmışam ki, artıq and ola Allaha, bunu səmimi qəlblə deyirəm, səmimi də deyirəm. Mən o həddə çatmışam ki, artıq orqanlarımı satmağa məcbur qalıram. Kimə orqan lazımdır, mən orqanlarımı satıram. Həqiqi mənada satıram sizə. Kimə orqan lazımdır, kimə ürək, böyrək, ciğar, nə lazımdır, xahiş edirəm, and ola Allaha səmimi qəlbdən deyirəm, artıq dolana bilmirəm, satıram mən bütün orqanlarımı. Kimə lazımdır, hansı orqan lazımdır, ucuz qiymətə satıram. Mən o həddə çatmışam. Nə dolana bilmirəm, nə yaşaya bilmirəm, artıq qazındır, işığımdır, hamısını kəsməyə hazırlaşırlar ki, ödəmək lazımdır. Mən də ödəyə bilmirəm. Mənim başıma oynaşdılar çox Azərqold Qapalı Səhmdar Cəmiyyəti və Star Miningin işçiləri, aidiyyəti qurumlar, Sətəm şöbəsi məni bu həddə çatdırdı və Star Miningdə təmir sahəsinin rəisi Vahid Bayraqdarov məni bütün işləri bizə tapşırdı, məcbur elədi ki, bu iş görülməlidir. Yanğın törətdirdi özü də bizi bax bu həddə çatdırdı. Qardaşlar, xahiş edirəm artıq dərəcədə. Mən yanğına müdaxilə eləmişəm, yanğını söndürmüşəm qardaşım. Mən artıq əgər yanğını söndürüb müdaxilə eləmək pis idisə da, ondan mənə niyə cəza vermədiniz? Niyə məni aidiyyəti qurumlara, məni polisə, məni cinayətə cəlb eləmirsiniz? Xahiş edirəm, bu haqda tədbir görün, cənab prezident, Ali Baş Komandanımız, birinci xanımımız, cənab sədr, Zakir İbrahimov cənabları, xahiş edirəm artıq dərəcədə. Sizin səlahiyyətli nümayəndəniz Şamil müəllim 6 aydır mənə deyir, oğlum döz, oğlu ta dözə bilmir qardaş. Buna son qoyulsun, xahiş edirəm. Bu şirkətlərdə öz başına xahiş edirəm, son qoyun, nə olar? Yalvarırım sizə birinci dərəcəli, artıq dərəcədə xahiş edirəm. Ümid varam ki, yəqin ki, cənab prezident, Ali Baş Komandanımız, birinci xanımız Mehriban Əliyeva, cənab sədrimiz Azərqold Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov, yəqin ki, mənim səsimə səs verər, məni işlə təmin edirlər, mən də ailəmə çörək pulu gətirim, çox xahiş edirəm, sizdən artıq dərəcədə, məni artıq siz orqanlarımı satmağa vadar edirsiniz, məcbur edirsiniz qardaşlar, başınıza dönüm sizin. Star Mining şirkəti, kimin imkanı var, kimin adamı var, kimin nəyi var, onlara heç nə demədiniz. 3 nəfər bizi
işsiz adamları bizi siz bu həddə çatdırırsınız artıq. Şəxsən məni bu həddə çatdırırsınız. Çox sağ olun. Allah sizdən razı olsun. Ümidvaram ki, yəqin ki, nəsə bir tədbir görərsiniz bu haqda.